أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم Bismillahirrahmanirrahim. Elhamdülillah vahdə və salatu və salamu alə mən lə nəbiyyə bədə əmmə bəd. Selamu aleykum və rəhmətullah və bərəkatuhu. Deməli biz Yezid ibn Muaviyyənin hicrətin 60-dan 64-cü ilinəcən olan hakimiyyətdə olduğu vaxtda olan bəzi hadisələr toxunuruq və keçən məclisimizdə Hurra döyüşünə toxunduq. Deməli, Hurra döyüşü Mədinə ilə döyüşün adıdır. Və təbii ki, bu döyüş barədə çox fərqli rivayətlər var. O qoşuna Muslim ibn Uqbə başçılıq eləyirdi. Muslim ibn Uqbə. Və döyüş təxminən hicrətin 63-cü ilində baş verdi. Hurra döyüşü. 63-də hicrətin. Və deyək ki, döyüş elə də yəni günlər getdi və s. yox. O qoşun 3 gün təxminən qaldılar Mədinədə. Sonra getdilər Məkkəyə. Çünki onlar əslində Məkkəyə gedirdilər. İbn Zübeyrin üstünə. Sadəcə yolların saldılar Mədinədən. Çünki Mədinə əhalisinin bəzisi Yezidə beyət eləməmişdi. Yezid tövsiyə elədi ki, qoşuna gedin Mədinəyə, orada beyəti alın, sonra gedin Məkkəyə. İbn Zübeyrin üstünə. Və orada bəzi etirazçılar oldu. Və ola bilsin müəyyən qədər döyüş də oldu. Amma bir neçə saat çəkdi bu döyüş. Və sonra təbii ki, dərhal artıq Mədinə o əhlində olan etirazçılar təslim oldular. Sadəcə o təslimdən sonra qəribə rivayətlər gəldi. Hansı ki, biz indi o məsələləri toxunacaq və onlara aydınlıq gətirəcəyik. İnşallah. Deməli, necə qeyd etdik, hicrətin 63-cü ilində, yəni Məhərrəm ayının, yəni 62-nin sonu idi, Məhərrəm ayı girmişdi. Məhərrəm ayı 63, çünki biz bilirik ki, müsəlmanın yeni ili Məhərrəm ayında olur. Məhərrəm ayının biri yeni il olur. Məhərrəm ayında oldu və artıq hicrətin 63-cü ili idi. Rivayətlər nəyi göstərir? Bəzi rivayətlər göstərir ki, 3 gün güya ki, Mədinədə nə var? Hamısı halal edildi. 3 gün. Yəni, halal demək istəyirlər ki, hətta qadınları alıb cariyə kimi istifadə eləmək və s. Belə rivayətlər var. Hətta Şeyxülislam toxunur bu məsələyə. Şeyxülislam rahiməhullah toxunur Vasiyyətul Kubrada risaləsində. Həmçinin İbn Kəsir, Əbul-Fədə və İbn Həcər və başqaları toxunurlar bu məsələyə. Təbii ki, biz bu məsələni qeyd eləyəndə o demək deyil ki, Şeyxülislam toxunubsa və s. qutardı yəni. Ola bilər alimlər hərdən tarixi nəql kimi qeyd eləyirlər. O demək deyil, o onun fikrindədir. Sadəcə deyirlər ki, belə də deyənlər var. Amma dəstəkləyir yox. O demək deyil, dəstəkləyir. Yəni, hərdən görürsən ki, bəzən deyirlər, Məcmu Fatavidə yazılıb. Yazılıb. Və ya Minhəc-i Sünnədə yazılıb. Yazılıb, ola bilsin. Nə? Ola bilər Şeyxülislam rədd eləyəndə gətirir müxalifin sözün. Yaxşı, bunlar belə deyirlər. Nə deyirsən bunlara? Və ya deyir ki, məsələn, və bəziləri də belə deyir. Rəyləri gətirəndə, məsələn, İbn Kəsiri oxuyanda, təfsirdə və ya başqa kitablarında deyir ki, məsələn, və bəziləri belə deyir, rəyləri gətirəndə. Biri gəlib deyir ki, İbn Kəsirdə var. İbn Kəsirdə ola bilər, İbn Kəsir Quran deyil ki. Və ya İbn Teymiyyə Quran deyil ki, və ya İbn Həcər Quran deyil ki. Ola bilər, bir nəql kimi qeyd eləyib. Belə deyənlər də var. Deməli, o 3 gün olmağı, 3 gün göy ki, hər şey icazə verilib, o təbii ki, batildir. Ola bilər qoşundan kimsə girib, kimsə malın götürüb, oğurluq olub, ola bilsin.
Amma qoşun başçısı deyib ki, 3 gün halaldır, sizə nə var orada? O batil fikirdir. Təbii ki, batil fikirdir. Və çünki nə üçün? Çox səbəblər var. Ən birinci, Mədinə əhli hamısı döyüşmədi axı. Yaddan çıxartmaq lazım deyək ki, Mədinə əhlində böyük sahabələr var idi. Böyük tabiinlər, həm kişilərdən, həm qadınlardan. Hətta İslamdan öncə də ərəblərdə ümumən qeyrət mövzusu şiddətli idi. Yəni, toxunmazlar qadına. O ki, qaldı İslam gələndən sonra. Xüsusən də Mədinə əhli kafir deyildi ki, o qadınları cariyə götürsünlər. Və kafir deyildilərsə, zinaya heç kəsdə halallıq verməyib. Xüsusən də zinanın aqibəti, cəzası nədir? Ailəli zina eləsə daşqalaqdır, öldürməkdir onu. Subay eləsə zinanı, şallaqdır və yaşadığı yerdən müəyyən müddətə uzaqlaşdırmaq. Və elə çıxır ki, qoşun zina elədir, yox, batil fikirdir. Xüsusən də biləndə ki, o rivayətlər, hansılar ki, qeyd edirlər ki, göy ki, qoşun girdi, nə istəyirdilər, evliydilər qadınlarla. Hətta bəzi rivayətlər gəlir ki, 1000 dənə qadın hamilə qaldı. Və bəzi rivayətlərdə 1000 dənə bakirə qız hamilə qaldı o gün. Təbii ki, batildir. Birinci, o boyda əhali Mədinədə yaşamırdı. Hətta ayrıca 1000 dənə qadın olsun. 1000 dənə qadındırsa, göründü nə qədər orada əhali var. Mədinə o boyda deyildi hələ. Və həmçinin ona yol verməzlər. Orada sahabələr var idi. İbn Ömər orada idi. Ali ibn Hüseyin orada idi. Əhl-i Beytdən. Muhammed ibn Hənəfiyyə orada idi. Əhl-i Beytdən. Əlinin başqa qadından uşağı. Muhammed ibn Hənəfiyyə. İbn Hənəfiyyə nə üçün qəbiləsinə, anasının qəbiləsinə nisbət olmuşdu? Nə üçün? Hətta ayırmaq üçün ki, Fatimədən deyil. Amma Əlinin oğlu idi. Və məşhur tabinlərdən biridir. Yəni, onlar heç və başqaları, böyük sahabələr var idi orada. Onlar heç kəs demədi ki, burada belə bir şey elədilər və ya onların gözünün qabağında belə şey oldu və ya onların Əməvlərə qarşı mövqeyi dəyişdi o hadisədən sonra. Heç nə, necə var idi, hələ idi. Əksinə İbn Ömər qadağan elədi. Hətta hadisədən sonra qadağan elədi. Bəziləri hansı ki çıxmışdılar, onlara nəsihət elədi. Dedi, qadağan eləmişsə çıxmağı. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, kim ölsə, onun boynunda beyət olmasa, ölümü cahiliyyət ölümü kimidir. Cahiliyyət, yəni kafir mənasında deyil bu hədis. Yəni cahillikdə əmir yox idi, hakim yox idi. İslamsa hakim olmayan yeri qəbul eləmir, pisliyir. Hakimin olmağında böyük hikmətlər var. Ona görə nəql eləmək ki, 1000 dənə qadın hamilə qaldı, olan hamısı böhtandan başqa bir şey deyil. Əməvilərə qarşı olan ikrahdır. Ona görə bəzi ravilər, tarixçilər bundan istifadə edib Abbasilərin vaxtında yazanda Əməvilərdən nə gəldi danışıblar və çoxaldıblar. Yəni, səhih bir məlumat yoxdur. Xüsusən orada sahabələr var idi, orada mömin qadınlar var idi. Və həmçinin də hücum eləyənlər də kafirlər deyildi. Şam əhli də, onlar da müsəlman idi. Və həmçinin Şamda olan valilər ki var idi, Muaviyyə radiyallahu anhu təyin eləmişdi və ya Yezid və s. Onların hamısının qohumları vardı Mədinədə. Heç kəs demədi ki, bunu nə baş verir və s. Amma rivayətlər var. Rivayətlər, uydurma rivayətlər var. Hətta bəzi rivayətlərdə Kəbəni tavaf eləyəndə möminə bir qadın görürlər ki, bir qara gəlir öpür onun əlindən. Yanında gəzir, əlindən tutub. Kəbəni tavaf eləyəndə yaxınlaşıb deyirlər ki, bəs bu kimdir? Deyir ki, sənə belə yaxınlaşıb. Dedi, oğlumdur. Hurra günü hamilə qaldım. Fikir verirsən, uydurma rivayətlər. Yalan. Xüsusən də bəli, döyüş oldu, lakin bütün Mədinə əhlindən yox.
bütün Mədinə əhlinə yox, etirazçılarla. Etirazçılarla hətta onlar sakitləşənəcən. Sakitləşdi və salam. Və beyyət elədilər. Ümumən beyyət elədilər. Və qoşun da ne üçün qeyd olunur ki, saatlar? O qoşunun qabağında kimdir? Yanardı 12.000 nəfər idi qoşun. Şamdan gələn 12.000. Keçən Mədinədə 12.000 adam var idi, yox. Bəlkə də 1000 nəfər var idi, bəlkə də var idi, ya yox idi, bəlkə lab olsun 2000. Sonra həmçinin, yəni bu məsələlərdən danışanda, məsələn, məsələlərə fikir versək, məsələlərə, tarixi mənbələrə, məsələn, Tabar idi, Bələzər idi, məsələn, onlar qeyd eləmir. Onlar qeyd eləmir ki, Mədinədə belə şey oldu. Xüsusən də onlar rivayət gətirdilər, rivayətlər, yəni məşhur əxbarilərdən, məşhur, hətta o ravilər şiəlikdə ittiham olunurlar, şiə olublar. Məsələn, Aban ibn-i Həkəm və ya Əbu Mixnəf və ya qeyriləri, Tabari və Bələzəri və başqaları bunlardan nəql edəndə Mədinədə bu hadisəni qeyd eləməyiblər. Baxmayaraq o hadisəni dəqiq hamısını qeyd ediblər. Bunu qeyd eləməyiblər. Və həmçinin başqa kitablar. Məsələn, Tabaqat İbn Səd heç işarə eləmir buna. İşarə eləmir. Və ən birinci tarixi kitablardan bəzilərinin, hansılar ki, ən birinci bu qeyd olundu, Mədəinin kitabındadır, Mədəinin. O da hicrətlə 225-də vəfat edib. 225-də. Lakin Hurra döyüşünə vaxt olub, hicrətin 63-cü ilində, Məhərrəm ayında. Yəni 62 sonu idi. Çünki o qeyd edir ki, Mədəini deyir ki, Hurradan sonra 6000 qadın hamilə qaldı. Təbii ki, bunlar hamısı və ondan sonra bəzilər gəldilər, qeyd elədilər. Hətta İbn Kəsir də Mədəinidən qeyd edir. Mədəinidən qeyd edir bir xəbər kimi. İbn Cəvzi də qeyd edir Mədəinidən. Və İbn Cəvzi ümumiyyətlə, İbn Cəvzi məlumdur. İbn Cəvzi risaləsi var hətta. Risaləsi var. Deməli, Yezidi lənət etməyin caiz olması. Təsəvvürlə, bəzi alimlər hətta əhl-i sünnədən Yezidə qarşı, bu hərəkətlərinə qarşı, ona qarşı lənət deyiblər, qəzəbli olublar. Amma bu hamısına aid deyil də. Elələr var əksinə. Lənəti qadağan ediblər ona və nəinki ona, başqa hər bir müsəlmana, müəyyənlə. İbn Cəvzi özü nəql edir bunu. Lakin biz görürük ki, məsələn, Tabaridir, Bələzəridir, və Xəlifədir, və Səəddir və başqalarıdır. Onlar bu hadisəni qeyd eləmirlər. Qeyd eləmirlər. Hətta bəzi rivayətlərdə bundan da dəhşətin qeyd edirlər. Bundan da dəhşətin qeyd edirlər ki, gör ki, Şam əhli gəldi, başladı qadınların qarınları doğramağa və s. açmağa və s. qarınların kəsməyə. Yəni elə vəsf edirlər ki, hətta müsəlman qoşunu kafir diyarına girəndə belə eləməyiblər. Əksinə, müsəlman qoşunu kafir diyarına girəndə belə eləməzdilər. Əksinə edərdilər. Əxlaqlarını göstərərdilər, adilliğini göstərərdilər, kömək edərdilər. Və o səbəb olurdu ki, oranın əhalisi İslamı qəbul edirdi. Əgər müsəlman qoşunu hətta kafir bir tayfanı yerə, məntəqəyə girsə, belə eləsə, onlar İslamı heç vaxt qəbul eləməzlər. Və nəql edərlər bunu hər yanda. Və biz görürük ki, sahabələr var idi Mədinədə. Onlardan heç birindən gəlmir ki, belə şey oldu. Sonra bu məsələdə toxunanda həmçinin qeyd eləmək lazımdır ki, düzdür, bir xəbər kimi, hətta İbn Teymiyyə bunu qeyd edir. İbn Teymiyyə bunu qeyd edir. Vəsiyyət-ül Kubrada səhifə 45-də və həmçinin İbn Həcər
rahimehullah İsabədə 6-cı cild 295-ci səhifədə bir tarixi hadisə kimi qeyd edilir, amma səhiyliyinə razı deyirlər. Təbii, səhiyliyinə razı deyirlər. Və həmçinin bu məsələyə toxunanda qardaşlar, qeyd etdi, Mədinə elə belə də yer deyildi axı. Peyğəmbər sallallahu əleyhi və səlləm şəhəri idi. Xeyli sahabi var idi, xeyli tabiinlər var idi, böyük tabiinlər. Hansı ki, onlar o döyüşdə iştirak eləməyiblər. İştirak eləməyiblər. Orada Mədinədə bəzi etirazçılar iştirak edib. O da bir neçə saatı içində həll olunub, vəssalam. Mədinədən kimlər oradaydı? İbn Ömər, Abdullah ibn Ömər, Ali ibn Hüseyin, Əhl-i Beytdən, Muhammed ibn Hənəfiyyə, Əhl-i Beytdən və Said ibn Müseyyi və Əbi Said el-Xudri və başqaları, sahabələr radiyallahu anhum əcmaîn. Və həmçinin yəni təsəvvür olunmur ki, onlar oturublar və bu tərəfdə qadınları zorlayırlar, 1000 dənə qadın özdə, bunlar sakit dayanıblar. Heç vaxt iş ola bilməz. Heç vaxt. İkinci də onlar susublar, heç də eləməyiblər və ondan sonra da hələ Yezdə beyət eləyiblər. Beyət eləyiblər, beyətlərin də üstündə dayanıblar bu hadisədən sonra. Olan məsələ şey. Və bununla məlum olur ki, o rivayətlər ki, hansı ki, göy ki, 3 gün halal olub, Mədinədə nə var? Hər şey halal olub. Birinci, heç kəs onu halal eləyə bilməz. Allah və Resulundan başqa. Bu birinci. İkinci, Mədinə əhli kafir deyildi. Hətta qadınlarına belə etsinlər. Onlar kafir deyil, müsəlman idi. Üçüncü, müsəlman, Şam qoşunu da müsəlman idi. Dördüncü, Mədinədə hamısı mübarizə eləmədi ki. Bir qismi. Orada xeyli böyük sahabələr var idi, böyük tabiinlər var idi. Beşinci, onlar heç kəs demədi ki, belə oldu. O Mədənidən sonra başladı belə rivayət. O da 3-cü əsrdə artıq. Bu hadisələr isə 1-ci əsrdədir. 1-ci əsrin ortaları təxminən. Heç kəsdən gəlmədi ki, İbn Ömər kimi, ərəblər kimi, ərəb tayfaları, qəbilələr var idi. Belə nəql olunmuyor bunlardan belə bir şey. Ona görə bunlar hamısı səhih deyil, batildir. Batildir. Amma o ki qaldı, beyət eləmək, bəli, Mədinə əhli, ondan sonra beyət elədilər. Ola bilər kimsə eləməsin, o 1-2 nəfərin, o 3-4 nəfərin, 5 nəfərin əsas ümumən, yəni tabi oldular. Hətta onu da bəzi rivayətlərə başqa cür eləyiblər ki, deyiblər ki, Mədinə əhlini alçatdılar, dedilər ki, siz Yezidin qulları olacaqsınız. Hətta belə rivayətlər var. Yəni, bu hamısı batildir. Yəni, orada yenə deyirəm, sahabələr, böyük tabiinlər, ən azından İbn Ömər çıxardı, ya Ali ibn Hüseyin, ya Muhammed ibn Hənəfiyyə Yezdə nəsiyyət eləyərdi, gedərdi, nəsiyyət eləyərdi. Ona deyir, Yezdin qulları. Biz hamımız Allahın qullarıyıq. Bunlar hamısı bilirsiniz, səbəb nəyə qayıdır? Əməvilərə qarşı olan nifrətə. Elə abu havada İslam tarixi yazılıb ki, elə belə qeyd eləmədi əvvəldə tarix, bu risaləyə başlayanda. Ki, Abbasilər və Abbasilərdən sonra yazılan tarixdir. Əməvilərə qarşı təbii ki, nifrət, böyük nifrət var idi. Və çoxsu uydurmadır, zəif hədislərdir, zəif sənədlərdir, gəlib. Və bununla, yəni, məli ya ki, qaranlıq bir şey qalmadı, hər şey aydın oldu, əlhamdülillah. Və sonra bəzi məsələləri yenə Hurra döyüşünə bağlı toxunacaq. Sonra İbn Zübeyir radiyallahu anhuma onun o deməli etirazlarına toxunacaq İbn Zübeyrin. İnşallah Allah subhanahu teala bizə işi faydalardan etsin. Allah müsəlmanlara kömək olsun. Esselamu aleykum və rahmetullahi və berekatuhu.